Qızlar, biri sizin yaşınızdan çox yaş sizə söyləyirsə, hələ ki qadına ələ çıxaq kişi xaylaqlarda, kişilər söyləyirsə, net təsdiqlənmiş bir şeydir. Bilin ki, o kişi sizi bəyənən biridir. Kişilər genəldə çox bəyəndiyi qadına, bəziləri var ki, bəyənir, qəşəng iltifat edir, qəşəng sözlər deyir, o özgüvənli kişidir, o başqa. Amma bəzi kişilər var ki, özgüvənsiz olduğu üçün qadını görür, ona heyran qalır. Yaş fərq etməksizin. Heyran qalır. Amma özündə özgüvənsizlik olduğu üçün heç kim bilməsin istəyir, o küçücük zəkası ilə də belə deyim. Heç kim anlamasın deyir, götür sənin yaşığı yüksək deyir. Bu sizə toxunmasın. Bəli, insanlar yaşından çox balaca da görünə bilir, yaşından çox böyük də görünə bilir. Amma bunun limiti var. Bir özümdən götürürəm. 35 yaşındayım, bəzilərdir ki 45-50 yaşındasan. Net deyirəm, qadındırsa partlayır qısqanclıqdan, kişi isə ürəyi gedir mənim üçün. Net. Enerjim onu daha valeh eləyib, sadəcə o qədər özgüvənsizlik ki, Allah da özgüvənsiz kişilərdən qorusun bizi. Özgüvənli kişi başqa bir şeydir. Məsələn, 35 yaşım var, 39-40 deyə bilərlər. Hə, ola bilir, elə görünə bilər. Kimin üçünsə elə görünüş verə bilərəm, bu normaldır. Amma yaşınızdan məsələn biri yazır ki, 65 yaşında xanımsanı, bu bilin ki, sizə heyrandır. Elə şeylərdə üzülməyin. Çünki, elə deyək, heç siz həqiqi yaşlı birinə, həqiqətən 70, 80, 90 yaşında birinə deyərsiniz, çox yaşlısan sən. Əslində nə deyərsiniz? Deyərsiniz ki, yox, çox gəncsən, maşallah. Gənclərə taş çıxarırsın. Həmişə tərs psixoloji olur. Xanımlardan yazırlar ki, yaşıma görə çox kompleks yaşayıram, insanlar məni əzməyə çalışır. Yox, o anda biraz sizə dəyə bilər. İnsana biraz toxunur hərdən. Deyirsən ki, üzr istəyirəm, bu nə ağıl, hansı ağıldadır? Amma sizə belə bir misal gətirim də. Mənə biri gəlirdir ki, sənin burnun yoxdur. Baxıram güzgüyə, görürəm burnun var. Heç siz baxarsınız güzgüyə, deyirsiniz ki, hə, o deyirsə burnun yoxdur, mənim burnum yoxdur. Siz nə deyirsiniz? Üzr istəyirəm, deyirsiniz ki, sənin ağlın işləyir, görmürsən, korsan, bu boyda burnu görmürsən. Sən güzgüdə baxırsan, özünü neçə yaşda görürsənsə, hə, 65 yaşda görürsən, 70-80-də görürsənsə eləsin. Amma özünü, nə bilim, 25-lərdə, 30-larda ya da olğunluq tərəfdən belə qəşəng görürsənsə, o yaşdasın. Siz özünüzü necə görürsünüzsə, dünya da sizi elə görür. Sizi elə görmədiyini deyənlər də, inanın mənə bax, %100 sizin ən böyük heyranlarınızdır. Vəssalam. Sevirəm sizi.